İnformatikadan belə bir sualın izahına baxırıq. Diskin ümumi tutumu 2 GB-dır. Hər bir klasterin ölçüsü 4 KB-dır. Diskdə 300 MB həcmində fail saxlanılıb. İlkin olaraq tapmalıyıq ki, diskdə ümumilikdə neçə klaster var? Biz əvvəlcə baxırıq ki, diskin ümumi tutumu 2 GB-dır. 1 GB-ın 2 üstü 30 bayt, yəni 2 üstü 20 kilobayt deməkdir. Bəs ikisi, o zaman 2-ni vururuq. 2 üstü 20 kilobayta. Niyə kilobayta çevirirəm? Çünki bizdə klasterin ölçüsü kilobaytla qeyd edilib. Hesablamaq daha rahat olsun. 2 üstü 21 kilobayt. Bir klasterin də ölçüsü 4 kilobayt olduğu üçün 4 kilobaytım nədir? 2 üstü 2 deməkdir. O zaman necə taparıq ümumi klasterlərin sayını? 2 üstü 21 kilobaytı bölərəm 2 üstü 2 kilobayta və ümumi klasterlərin sayını hesablayaram. O deyirlər 2 üstü 19 sayda. Deməli, bu diskdə 2 üstü 19 sayda klaster var. Gəlin indi tapaq görək. Fayllar bu klasterlərin neçəsini tutur? Failin ümumi həcmi 300 MB-dır və 300 MB-ımı da 300 vursun 210 kilobayt edəcək. İndi klasterlərin neçəsinin dolu olduğunu, bu faillər tutduğunu tapmaq üçün ümumi diskin ölçüsünü bölürəm klasterin ölçüsünə, bir klasterin ölçüsünə. Bu hissəni də vurub aça bilərsiniz, bu şəkildə saxlaya da bilərsiniz. Deməli, 71 vurulsun 2 üstü 10 sayda klaster bu 300 MB-lık faylı saxlayır, öz tərkibində saxlayır.